Yəni ondan başlayaq. Feod torpaq deməkdir mənası. Baxın, feod. Yəni bu zaman xidmət müqabilində verilən torpaqlara feod deyirdilər. Və feodun sahibinə də feodal deyirdilər təbii olaraq. Yəni həmin torpağın sahibinə nə deyirlər? Feodal. Bəli. Yəni biz Azərbaycanda feodal münasibətlərinin yaranmasını keçəcəyik sizlə və eyni zamanda bu dövrdə baş verən hadisələri öyrənəcəyik. Ümumilikdə erkən, yəni orta əsrlər, yəni dövrü deyəcəyik və Azərbaycanda feodalizm dövrü başlayıb 3-cü əsrdə. Nə zaman? 3-cü əsr. Bəli. 3-cü əsrdə başlayacaq, 19-cu əsrə qədər davam edəcək. Neçənci əsrə qədər? 19. Bəli. Var Azərbaycanda feodal münasibətləri, var Avropada feodal münasibətləri və bunlar arasında fərq var. Bunları da bilməliyik. Məsələn, deməli Azərbaycan və eyni zamanda Avropa və bunlar arasındakı feodal münasibətlərindəki fərq. İlk fərq odur ki, bizdə tez başlayıb, nə vaxt başlayıb? 3-cü əsrdə. Yəni 3-cü əsrdə başlayıb, gec bitir. Nə zaman bitir? 19. Bəli. Deməli, Avropada isə daha gec başlayıb, 5-ci əsrdə başlayıb, 17-ci əsrdə bitir. bəli, 17-ci əsrdə də yəni bitir. Yəni Şərqdə, Azərbaycanda feodal münasibətləri tez başladı, gec bitdi. Avropada gec başladı, tez bitdi. Bizdə feodalın şəxsi təsərrüfatı olmadı. Nə olmuyor? Şəxsi təsərrüfatı olmuyor. Avropada isə feodalın şəxsi təsərrüfatı olub. Nəyi olub? Şəxsi təsərrüfatı. Bəli, olub. Bizdə ona görə feodalın şəxsi təsərrüfatı yox idi ki, suvarma sistemi həddindən artıq xərc tələb edirdi. Yəni bunu dövlət ancaq həyata keçirə bilirdi. Ona görə feodalın şəxsi təsərrüfatı yox idi, ancaq Avropada var idi. Bizdə kəndli təhkimli deyildi. Nə deyildi? Təhkimli. Amma Avropada kəndli təhkimli idi. Nə idi uşaqlar? Yəni bizdə təhkimçilik olmayıb, yox idi. Amma Avropada var idi. Bu, yəni feodal münasibətlərində olan əsas fərqdir. Mənə elə gəlir, bunu başa düşün. Baxın, yazıram Sasani dövləti. Deməli, Sasanilər dövləti mövcud olub 226-da, süqut edib 651-də. Sasani dövlətini kim yaratdı? Ərdəşir Babəkan. Kim yaratdı? Bəli. Nə zaman? 226. Hansı dövləti süquta uğradaraq? Parfiyan. Və Ərdəşir Babəkan öz dövlətini yaratdıqdan sonra təbii ki, qonşu əraziləri başlayacaq özünə nə eləməyə? Tabi etməyə. Bax, 227-ci ildə Atropatenanı özündən asılı hala salacaq. Haranı? Atropatenanı. Atropatena ərazisini, çünki dövlət olaraq artıq bizim eramızın 20-ci ilində Parfiyan tərkibinə qatılmışdır, düzdürmü? Ərazi olaraq, dövlət demədim, gördünüz? Atropatena ərazisi Sasanilərin tərkibinə daxil edildi. İl 227. Hələ Albaniya qalır. Yəni Albaniyanı özündən asılı hala sala bilməyib. Hələ ki Albaniya öz daxili müstəqilini saxlayır. Deməli, 3-cü əsrin necə deyək? Sasani dövlətidir. Sasani. Bu Albaniyadır. Bu da Romadır. Bu zaman 3-cü əsrin 60-cı illərindən söhbət gedir. Sasanilər Roma üzərinə qoşun yeridəcəklər və bu zaman Sasanilər Romaya qalib gələcəklər. Birinci şahı qalib gələcək. Kimə? Roma kimi qüdrətli bir dövlətə qalib gələcək. Və bundan sonra yəni Sasani Roma kimi dövlətə əgər qalib gəlibsə, neyəcək? Deyəcək ki, gəlin mənə tabi olun qonşu ərazilərə, xüsusilə də Albaniyaya.
ve birinci Şapur, birinci Şapur Sasani hükümdarı olarken Alban hükümdarı birinci Vaç idi. Kimdi? Birinci Vaç. Birinci yadda saxlayırıq. Birinci Şapur Sasani, birinci Vaçı hara? Albanya. Ve birinci Vaçıya deyir ki, gəl mənə tabi ol. Birinci Vaçı öncə bunu yəni qəbul etmək istəmir, ancaq sonra məcbur, yəni Albanya Sasanilərin asılılığını yəni qəbul edirlər. İl olacaq, yəni 3-cü əsrin elə 60-cı illərində Albaniyada Sasanilərin tərkibinə daxil olacaq. Və Albaniya Sasani'nin tərkibində olduğuna görə yenə deyirəm, Sasani dövləti hansı siyasəti yürüdürsə, istər torpaq mülkiyyət forması olsun, istər vergi olsun, sözsüz ki, bu Albaniyada da tətbiq olunacaq. Aydındır? Məsəl üçün, tutaq ki, Sasani dövründə, erkən orta əsrlərdə Albaniyada 2 cür torpaq mülkiyyət forması var idi. Lütfən təmizləyək. Mülkiyyət forması. Torpaq mülkiyyət forması. Uşaqlar, torpaq mülkiyyət forması ilə vergini heç vaxt qarışdırmayın. Vergi. Bəzən uşaqlar bunu qarışdırırlar. Qarışdırmırıq. Torpaq mülkiyyət forması 2 cürdür idi. Deməli, birincisi Dastagird. Nə? Dastagird. Bəli, Dastagird irsi idi. İrsi keçirdi. Yəni, tutaq ki, mən səydə torpaq pay vermişəm. Onun oğluna keçirdi, nəvəsinə keçirdi, irsi idi. İrsi torpaq necə adlanırdı? Dastagird. Dastagird. Bu isə xostak. Nə? Xostak. Bəli, şərti. Nə deməkdir bu? Səyfə. Şərtidir. Yəni, xidmət müqabilində verilir, şərtidir. Xidməti yerinə yetirmirsənsə, yəni, əlindən alınır da şərtidir. Bir də var, vergi. Nə? Vergi. Bunları fərqləndirmirik. Yəni, daha doğrusu fərqləndiririk. Vergi də 2 cürdür. Neçə cürdür? 2 cür. Bəli, xarak. Xarak nə vergisidir? Torpaq. Torpaq. Bir də gezit. Nə? Gezit can vergisidir. Nə vergisidir? Can vergisi. Burada uşaqlar ən çox çaşırlar nə? Bəzən testlərdə məsələn verir ki, gezit can vergisidir, müsəlman olmayanlardan alınırdı. Sizcə düzdür bu cümlə? Niyə düz deyil? Herkes Yaşayan alınırdı. hər kəs alınır. Çünki hələ İslam dini yoxdur. Necə müsəlman olmayanlardan ola bilər ki? 651 təşkil edib 640-dan Bəli, sadəcə can vergisi idi. Yəni insanlardan ildə bir dəfə alınırdı. Başa düşdünüz bunu da? Əslində 2 dənə təlim olur, 2 dənə hərəkat olur. Bunun biri manidir. Mani hərəkatı. Hansı hərəkat? Mani. Bəli. Deməli, 3-cü əsri əhatə edəcək. Mani nə istəyirdi? Mani deyirdi ki, bütün dini elementləri birləşdirin, vahid din yaradın. Bunu istəyirdi. Yəni 3-cü əsrdə. Mani təliminin ünsürlərindən yararlandı məzdək hərəkatı. Kimlər? Məzdək. Məzdəkçilər. Məzdək hərəkatı. Məzdək hərəkatı, yəni 481-529-cu illərdə baş verəcək. Məzdək hərəkatı deməli, bunlar deyirdi ki, yəni əmlak bərabər paylansın. Sonra bu məzdək hərəkatını ilk öncə Sasani hökmdarı 1-ci Qubat dəstəkləyirdi. Çünki əyanlardan qorxurdu. Əyanlardan qorxduğuna görə məzdəyin tərəfində dururdu. Ancaq əyanlar da, yəni taxtdan salırlar 1-ci Qubatı, 1-ci Qubat qaçıb sığınır Axunlara. Biz bunu sizdən keçmişdik. Axunlara sığınır və Axunların köməyi ilə, bəli, hətta demişdik, qohumluq əlaqəsi də qurmuşlar. Axunların köməyi ilə 1-ci Qubat yenidən Sasani'də taxta əyləşir. Bu dəfə 1-ci Qubada ehtiyac duymur və 1-ci Qubadı yəni edam etdir. Bununla da 529-cu ildə məzdək hərəkatı yatırılır. Kim yatırır? 1-ci Qubad. Başa düşdünüz? Deməli, torpaq islahatı, inzibati islahat keçirir. Məsələn, 4 kust yaradır. Yəni, kust
cəhət deməkdir, bölgə deməkdir. Yəni Azərbaycan və Atropatena da Azərbaycanın şimal qismına daxil edilmişdi burada. Məsələn, vergiləri nizamlayır, sonra sahibsiz torpaqları hərbçilərə paylayır və bununla da şəxsi torpaq mülkiyyətinin sayı artır. Sonra bəzi insanlar, xəstələr, uşaqlar, qocalar, kahinlər, məmurlar bunları can vergisindən azad edir Xosrov Əmişrəvan. Yəni Xosrov Əmişrəvanın islahatı haqqında da bu qədər. Bəs, yəni asan və